Məmurlar oturub villalarda qızıl balıqdan kabab çəkdilər, yedilər. Şəhid balaları orada, kasıb balaları qan tökdü. Amma bu günləri oturublar orada Fəzail İbrahimlilər, Fəzail Ağamallılar, qoy eşitsinlər məni. Mən çox təəssüf eləyirəm. Gördün, orada İlkin Qədirliyə deputata sual verdilər ki, siz deyə bilərsinizmi deputat seçdilər? Siz dedik ki, mən qarşı biz düzgün seçilməmişik. Bizə sadəcə olaraq biz seçilib oturmuşuq, bizi xalq seçməyib. Fakt belədir. 2020-ci ildə deputatlığa namizədliyimi vermişim. Seçkin necə saxta keçdiyini mən özüm gözümlə gördüm. Təbii haldır ki, bundan cənab prezidentin xəbəri yox idi. Xəbəri yox idi. Çünki bu seçkiyə rəhbərlik edən başqa adamlar idilər. Və cənab prezident arxayın olurdu ki, bu hər şey şəffaf olacaq da. Mən 2020-ci ildə deputatlığa namizədliyimi Sumqayıt 41-ci seçki dairəsinə verərkən bir həftədən sonra Hicran Hüseynova deputatlığa namizədliyini verdi həmən dairədən. Yapın nümayəndəsi kimi. Mənə seçki komissiyası edilməliyim, artıq sənin seçilməyin qeyri-mümkündür. Və elə bir vəziyyət yaratdılar, mənim ətrafımda olan qohum əqrabam hamısı qaçdılar, qorxutdular uşaqları ilə, nə biçimlərlə, hamısı ətrafımdan qaçdı. Çünki Hicran Hüseynova haqqın vermişdi, pulun vermişdi, dairəyə də yuxarıda